təqvəllah. Özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Allah Taala bu cümə gününün xeyir və bərəkətindən cümləmizi inayət etsin. Allah Taala bütün müsəlmanların dualarını, ibadətlərini qəbul etsin. İnşallah. Hidayət barəsində danışırdıq ki, hidayət Allah Taala'nın Əsmaül Hüsnada adlarından biri Əl-Hadi, yəni hidayət edəndir. Bizim keçən cümə günündə söhbətimiz bu barədə oldu ki, Allah hidayət edir. Yəni elə belə deyil ki, insan özü desin ki, mən hidayət olmuşam öz başına. Yox, Allah hidayət edir və kimi hidayət edir? O kəs ki, hidayət olmaq istəyir, Allah onu hidayət edir. O kəs ki, hidayət olmaq istəmir, Allah Taala onu məcburi hidayət etmiş. Bəs hidayət Allah Taala'dandır. Bəqərə surəsinin 120-ci ayəsində Allah Taala buyurur Peyğəmbər sallallahu Bismillahirrahmanirrahim. Qul, Peyğəmbər de, İnnə hudəllahu vəl-huda. Hidayət yalnız Allah Taala'dandır. Allah Taala bəndəsini hidayət edir. Və daha sonra hidayətdə məcburiyyət yoxdur. Ümumiyyətlə baxsaq, din elə bir mövzudur ki, dində məcburiyyət yoxdur. Din heç bir kəsi nəyəsə məcbur eləmir. Din könüllü olaraq insanlar tərəfindən qəbul olunur. Quran-ı Kərimdə neçə ayədə Allah Taala buyurur. Bir hələ Ayətəl Kürsüdə oxuyuruq belə bir ayədə. Lə ikrahə fid-din. Dində məcburiyyət yoxdur. Yəni dini insanlara zorla qəbul etdirmək, məcburən qəbul etdirmək belə bir şey yoxdur. Əgər Allah Taala istəsəydi, özü hələ cəmaatı edərdi ki, cəmaat ümməti vahidə olardı. Quran-ı Kərimdə Allah Taala buyurur ki, وَلَوْ شَاءَ اللّٰهُ لَجَعَلَكُمْ ümmətən vahidə. Əgər Allah Taala istəsəydi məcburən ki, hamınız ümməti vahidə olardınız. Yəni hamı eyni əqidədə, eyni fikirdə, hamı namaz vaxtı namazda, hamı Ramazan ayı orucda, hamı məcburi edərdi. Yəni dini Allah Taala insanlar üçün buraxıb ki, insanlar könüllü olaraq dinə tərəf gəlsinlər. Və bu həmin ayədə onun misalıdır. Allah Taala Peyğəmbər sallallahu buyurur ki, Peyğəmbər sən insanları məcburən, güclə dinə gətirə bilməzsən. Keçən səfər buna bənzər bir ayə oxuduq. Allah Taala Həzrəti Peyğəmbərə buyurur ki, İnnəkə la təhdi mən əhbəbdə. Sən istədiyini hidayət edə bilməzsən. Düzdür, biz istəyirik hamı hidayət olsun. Amma gərək hamı da istəsin özü. Əgər özü istəməsə, zorla heç kəsi hidayət etmək olmaz. Və bunun bənzərində Allah Taala buyurur ki, Əfə əntə tukrihun nəsə həttə yəkunu müminin. Peyğəmbər, sən istəyirsənmi? Əfə əntə tukrihun nəsə, sən insanları məcbur edəsən, hətta yakunu müminin, hamı mömin olsun. Sən bu cür istəyirsən, yox, bu mümkündür. Bu mümkün deyil. Diqqət etsək, Məkkə şəhərinin fəth olunan dönəmində belə bir hal oldu. Orada artıq müsəlmanlar çoxluq təşkil elədi. Müşriklərin bəziləri ölkəni tərk elədi. Bəziləri bu razılığa gəldilər ki, Peyğəmbər sallallahu ki, biz qalmaq istəyirik elə burada. Müəyyən vergi ödəyərik sizə, amma biz burada qalaq, biz getməyək. Bəzilərinə Peyğəmbər sallallahu vaxt verdi. Dedi, düşünün, fikirləşin, möhlət verdi. Və həmçinin Allah Taala buyurur ki, hidayətdə belə bir xüsusiyyət var ki, hidayət olmaqdır. Yəni Allah icazə verib. Yəni adam hidayət olub,
Allah icazə verir. Yəni bəzən insan fərqinə varmır özündə olan qiymətli, dəyərli bir şeyin fərqinə varmır. Ya imamın dövründə, ya peyğəmbərin dövründə, ya Quran ayəsi ona başa salmaq istəyir ki, səndə bir qiymətli bir şey var, dəyərli bir şey var. Yadıma bir mövzu düşdü. İmam Cəfər Sadiq əleyhissalamın zamanında bir nəfər imama məktub yazır, kasıbçılıqdan şikayət edir. İmama şikayət edir ki, imam, o yoxdur, bu yoxdur, qiymətlər bahadır, almaq olmur, birini alırsan, birini ala bilmirsən. İndi mən öz dilimizlə deyirəm də. O da biraz şikayət edir imama kasıbçılıqdan. İmam cavabında yazır ona ki, səndə elə bir qiymətli bir şey var ki, yəni dünyanı da versələr sənə, sən onu satmazsan. İmam buyurur ki, səndə biz əhl-i beytə olan sevgi var, məhəbbət var ki, o dünyada olan bütün nemətlərdən dəyərlidir. Satmazsan onu, heç bir qiymətə satmazsan. İndi biz ki, hidayət olmuşuq, Allah Taala həmd olsun ki, bizi hidayət edir. İndi istəyirik ki, ona baxaq ki, nə qiymətli bir şey var bizdə. Allah Taala buyurur ki: "Və mə kənə li-nəfsin ən tu'minu illə biiznillah." Elə bir şəxs yoxdur, elə bir kəs yoxdur ki, iman götürsün, fəqət yalnız biiznillah, Allahın izni iləndir. Bugün məscidə gəlmisiniz, bugün namaz qılırsınız, cümə gününə toplaşmısınız. Hamısı biiznillahdır, Allahın izni iləndir. Allah Taala bizə icazə verir, izin verib və bu özü bir dəyərdir, özü bir qiymətdir ki, insanın hidayət olması təsadüfən deyil, insanın hidayət olması çox dəyərli bir şeydir. Bu həmin ayə də Allah Taala göstərir və buyurur ki, və yəcəlur ricsə ələl-ləzinə lə yəqilun. O insanlar ki, düşünmürlər, o insanlar ki, anlamırlar, onlar öz çirkabında qalacaqlar. Yəni Allah Taala hidayəti bir təharət, bir paklıq, bir nur qərar verib. Hidayətin əksi olaraq zəlalət bir çirkabdır ki, düşünməyən insanlar həmin o çirkabda qalır. Biz keçən cümə günündə dedik ki, Allah Taala heç kəsi azdırmır. Fəqət insan özü azmağı istəməsə. Necə ki, zorla hidayət etmir və zorla da heç kəsi azdırmır, sərbəst buraxıb. Adam var ki, yoluna azır və indi kimlər ki, yoluna azıb Allah Taala buyurur və həmin ayələrdən birində Allah Taala buyurur ki, Peyğəmbər sallallahu İn təhris alə hudahum. Peyğəmbər, sən istəyirsən, israrla istəyirsən onların hidayət olmağına, fə innəllahə la yəhdi. Həqiqətən Allah Taala hidayət etmir. Allah hidayət etmir. Kimi hidayət etmir? Mən yudil. Allah Taala zəlalətdə olanı hidayət eləmir. O zəlalət içərisində olanı hidayət etmir və mə ləhum min nəsirin və onlar üçün bir kömək yoxdur. Ayələrin birində Allah Taala buyurur ki, Allah sırat-əl müstəqimdədir. Yəni hər kəs ki Allah Taala'la birlikdədir, onlar sırat-əl müstəqimdədir. Bu həmin ayəni izah etmək üçün neçə ayədən biz istifadə etməliyik ki, o insanlar ki zəlalətdədir. Düzdür, biz hidayətin mərhələlərindən danışacağıq ki, bəzi insanlar hidayət olub, hələ zəlalətin içərisində olublar. Bəlkə də onların hidayət olmalarına hər hansısa bir səbəb olub, amma ondan əlavə qeyd eləmək istəyirəm ki, günahın içində olub. Mən eşitmişəm elə insanlardan. Günahın bataqlığında olub. Necə ki, Quran-ı Kərimdə Allah Taala buyurur ki, şəfa hufrətin, uçurumun astanasında olub, amma hidayət olub. Onlardan biz danışacağıq. Bu həmin ayədə Allah Taala buyurur ki, Allah Taala zəlalətdə olanı hidayət etmir. Kimdir zəlalətdə olanlar? Günah və günaha israr edənlər. Günah və günahı sevənlər.
Allah Taala buyurur ki: "Və mə yudillu bihi illəl fəsiqin." Allah Taala fasiqləri, günaha mürtəkib olanları zəlalətdə qoyur. Onlar hidayət eləmir. Onlar ki, hidayəti istəmirlər. Demək, hidayət bənzəyir nəyə? Hidayət bənzəyir bir dənə yağışa, bir dənə rəhmət yağışına bənzəyir. Allah Taala hər yerə səpir onu, hər yerə səpir yağışı. Amma yağışda o faydalananlar kimdir? O həmin münbit torpağa malik olanlar, oradan müəyyən bitkilər cürəlir. Bu daşlıqlar, qayalıqlar, şoran torpaqlarda heç nə bitmir. Şoran torpaqlarda heç nə bitmir. Və bəzən o insanları Allah Taala Quran-ı Kərimdə qınayır, hansı insanları? Onların qəlbləri daşdır. Onların qəlbləri daşdır. Allah Taala buyurur ki, bəzi daşlardan sular qaynayır. Amma bunlar elə bir sərt qəlbə sahibdirlər ki, elə bir sərt qəlbə sahibdirlər ki, bunların hidayət olması mümkün deyil. Yəni, özlərini bu hala getiriblər. Yəni, Allah Taala yaratdığı zaman heç bir insanı kafir yaratmayıb, mömin yaratmayıb. Yəni, insanlar özləri kafir və möminliyi seçiblər. İnsanlar özləri Əbu Ləhəb olmağı, Əbu Cəhl olmağı, Əbu Sufyan olmağı, Muaviyə olmağı, Yezid olmağı və bu günləri onların misalında olan insanların timsalında olmağı özləri seçiblər. Özləri bu həmin yolu seçiblər. Və hidayət bu cürdür. Hidayət elə bir yoldur ki, insan istədiyi zaman Allah Taala onu hidayətə çatdırır və hidayəti Allah Taala sabit qədəm etmək üçün bir dua var. Bir dua var ki, həmin duana bu hidayət bugünkü söhbətimizi tamamlayaq. İnsanın qəlbi azmasın. Nə qədər insanlar olub ki, hidayət olandan sonra yollarını azıblar. Nə qədər insanlar olub. Hidayət budur ki, adam hidayətə çatdı və salam. Yox, hələ bunu qoruyub saxlamaq lazımdır. Son mənzilə qədər qoruyub saxlamaq lazımdır. İmam Əli əleyhissalamın kəlamı var. İmam buyurur ki, "Kəm min şəqiyyin xutimə bis-səadə." Belə kəlamdan başa düşürük ki, "Kəm min səidin xutimə bis-şəqavə." Nə qədər bədbəxt adamlar olub ki, axırları, sonluqları xoşbəxtliklə sona çatıb. Nə qədər xoşbəxt adamlar olub ki, axırları bədbəxtliklə çatıb. Məsələn, adam var, uşaqlıqdan namaz qılıb. Amma bu günləri axtarsın, görəcəksən ki, yox, namaz qılıb. Uşaqlıqdan Quran oxuyub. Yoxdur, bugün Quran oxumur. Yəni, hidayətdə qalmayıb. Qəlbi azıb. Qəlbi azıb. Allah Taala o həmin hidayətdən azmamaq üçün Quran-ı Kərimdə ayə buyurur. Ali-İmran surəsində buyurur, ağıl sahibləri bu cür dua edirlər. Rabbənə lə tuzigh qulubənə. Ey Rəbbimiz, bizim qəlbimizi azdırma günah. Bədə iz hədəytənə. Biz hidayət olandan sonra. Müəyyən hadisələr baş verir, müəyyən işlər baş verir. Adam istiqamətini dəyişməsin. Rabbənə lə tuzigh qulubənə bədə iz hədəytənə. Ey Rəbbimiz, biz hidayət olandan sonra bizi azdırma günah. Rabbənə lə tuzigh qulubənə bədə iz hədəytənə. Və həblənə min lədunkə rəhmə. Öz tərəfindən bizə rəhmət bəxş etdinə. İnnəkə əntəl vəhhab. Həqiqətən sən çox bəxş edənsən. Allah Taaladan duamız budur ki, inşallah Allah Taala bizi bu hidayət yolunda sabit qədəm etsin. Allah Taala hidayət olmayan insanları tezliklə haqqa hidayət etsin.
inşallah. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim.